Hə. Deməli, düz bucaqlı üç bucağın iti bucaqlarından biri pi böl 5'dir. Bu üçüncü bölmədir. Deməli, iti bucaqlarından biri pi böl 5'dir. O birisi bucağı bilmirik də nədir? X-dir. Bir də buranın bildik ki, 90 dərəcə nədir? Pi böl 2'dir də. Demək, x-in üstə pi böl 5, üstə gəlir pi böl 2. Hamısı bir yerdə 180 dərəcəni, yəni pini verməli deyil. Aha. Deməli, 2'yə vuranda 5'ə vuranda nə qədər olur? 10'da 7 pi bərabər pi. Qalır burada 10'da 3 pi. Belə. Əslində mən bunu bucaqla da yaza bilərdim. Yəni, misal üçün, pi böl 5 36'dır, biri də 90'dır. O birisine 54 qalır. Hə, 54 tapıb sonra neyini yazaydım? 54'ü pi'yə vurub 180'ə bölə bilərdim. Yəni, 18'ə böləndə 3 pi, 18'ə böləndə 10 qalır. Eyni şey almır. Qutardı etdi. Sadəcə olaraq belə yazdım ki, bəzən bucaqlar kəsirlə alınır. Ona görə dedim, bu yolu öyrəşəsiz. Burada üçbucağın A təpəsindəki xarici bucaq ilə, tutaq ki, A təpəsi buradır. Bunun xarici bucağı ilə B təpəsindəki daxili bucağın, buranın fərqi 60'dır. Onda belə çıxır ki, A təpəsindəki xarici bucaqla bunların fərqi 60'dırsa, A təpəsindəki xarici bucaq bundan 60 dərəcə böyükdür ki, fərqi 60 qalıb da. C-nin deyir ki, daxili bucağını tap. Biz bilirik ki, üç bucağın bir xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. Onda demək, bura 60 imiş. Bildiniz? Üç bucağın bir xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. Oldu? Burada 65, 45, 110. Demək, buraya 70 qarşı 180 olsun. 70 isə qarşı tərəf də 70'dir. 70, 50, 120. Onda bura nə qalır? 60 qalır. Oldu? Altıda cavab nədir? A bəndi ola bilər. Hə. Çünki cəmi 360 olmalıdır. Bəli. Gəlmə baxaq. Üçbucağın daxili bucaqlarından biri 55'dir. Xarici bucaqlarından biri isə 70'dir. Deyir, üçbucağın qalan xarici bucaqlarını tapın. Bir dənə üçbucaq çəkək. Bunun xarici daxili bucağını da çəkək. Bunu da uzadaq buradan. Hə, daxili bucaqlarından biri 55'dir. Tutaq ki, bura 55'dir. Xarici bucaqlarından biri də 70'dir. Digər xarici bucaqları soruşur, hə? İndi sən bilirsən ki, bunun daxili bucağı 55 isə, xaricisi olur 125. Ki, 180'ə tamamlasın. 125, 70, 195 oldu. Xarici bucaqlar 360 olması üçün bura nə qalır? 165 qalır. Bildiniz? Demək, digərləri nəymiş? 165 ilə 125. Debənd. Problem yoxdur. Bizə betanı soruşur. Bax, 110'sa qonşusu 70. 70, 50, 120. Bu 120'ni birbaşa burada yaza bilərik. Çünki bir xarici bucaq özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. Amma misal üçün belə də fikirləş. 70, 50, 120, bura 60 qalır ki, 180 olsun. 60'ın qonşusu 120'dir. Belə də yanaşma olar. Düzdür? Deməli, bura 35 isə burada 35'dir. Bura 105 isə bura 75'dir. Oldu 110. 110 isə bura nə qalır? 70. Aydındır. Çətin şeylər deyil deyə çox
Dirənmirəm də burada. Nəsə, çətinlik olsa deyin. Bumerang tipli fiqurlarda daxili bucaqlarının cəmi demişdim ki, bu buranı verir. 15, 10, 25. 25-in üstə nə gəlir? 35 gəlir ki, 60-ı versin. Bilirsiniz? Proyeksiyanı deyir ki, A ilə B paraleldir. Alfa və beta 120 dərəcədir. Bu 120-ni nəyə görə veriblər? Veriblər ki, yəni bura 60, bura 60-dır. Bura da 60-dır. Yəni bu necə fiqurdur? Bərabər tərəflidir. İndi AB-nin B düz xətti üzərindəki proyeksiyası deyəndə, proyeksiya budur da, yəni elə bil buradan bir dənə hündürü endirirsən və burada qalan kölgəsi AB-nin buranın üzərindəki proyeksiyası, kölgəsi orada düşür. Bura 9.5 isə, bu yanda 9.5 olur. Buradan belə bir xətt uzatsan. Hə? Onda nə qədər oldu? 19. Oldu. Orada 19 ise aşağıda 19. Bərabər tərəfli uzağın bucaqları 60-60-60'dır. Bir an bunu çəkək. Deməli çəkdik. Bu 60-dırsa 30-30 bura qalır. 30-30 bura qalır. Onda belə çıxır ki, onsuz da biz dedik ki, tənbölənlər, medianlar, hündürlüklər bərabər deyil. Bərabər tərəfli üst uzaqda median həm tənböləndir, həm də hündürlükdür. Yəni ona görə də bunlar həm də 90 yaradırlar. 30, 90, bura 60. Düzdür? Amma bizdən iki tənbölən arasında qalan buzağı deyirəm. Bir dəqiqə. Bir dəqiqə, az çəkək. Çox çəkməyəcəm. Belə. Onda belə edək. Buranı yazaq 30-30. Buranı da yazaq 30-30. Nə qar bura? 120. Amma iti bucaq dediyi üçün biz 60'ı götürəcəyik. Yəni tənbölənlər arasına qalan bucaq 60 da var, 120 də var. Kör desə 120'ni götür. BAC 110'dur. BD BE'ye bərabərdir. CE CF'e bərabərdir. Burada DF'i soruşur. Bu hissəni soruşur. Nə edə bilərik ki, fikirləşək. Tutaq ki, bura alfa yazdım, bura da alfa yazdım. Onda bura nə olur? 180 çıx 2 alfa. Belə. Bura beta yazdım, bura da beta yazdım. Bura olur 180 çıx 2 beta. İndi bunları və bunu toplayanda hamısı bir yerdə nə verməlidir? 180. Yazıram yuxarıdan. 180 çıx 2 alfa. Üstə gəl 180 çıx 2 beta. Üstə gəl 110. Hamısı bir yerdə nə verir? 180. İndi bunları toplayanda 360 yox, üzr istəyirəm, orada 110 da var imiş. Toplayanda nə qədər olur? 180, 180, 110. Hə, 470 çıx 2 alfa, çıx 2 beta bərabər 180. 470'den 180 çıxanda qalır 290. Bunda bu yana atanda qalır 2 alfa plus 2 beta. 2'ye böləndə alfa plus beta 145 qalır. Bu ikisi bir yerdə 145 isə bura nə qalır? 35 qalır DF-ə. Aydındır. Biraz uzun fason olur, amma yaxşı olur. Bəlkə də daha qısa yol da var, nə bilim indi. Tez bazar baxırıq gedir. 20'də. BD'si 120'dir. Bura.
Bu alif alif olduğu üçün hərəsinə nə qədər qalır? 30 bura qalır. 30 da bura qalır. İndi beta alfa plus 20 olduğu üçün 30'un üstə 20 gələndə burada qalır 50. Aydın da 50'ye bax. Hə. 50 bura, 50 bura. Demək bu oldu 80, bu da oldu 80. 160, onda bir 20 qalır ki 180 tamamlasın. Bildiniz? Hə. Deməli, qəşəng sualdır. Bir dənə üç bucağı əvvəl burada bir dənə qəşəng çəkdik. Yazırıq ki, orada A, B, bir də C. A, A1 ündürüyü və nə var orada? C, C1 ündürüyü var bir daha. A-nı 62 verib buranı. Buranı da verib 82. Toplayanda 144 olur. C-yə nə qalır? B-yə nə qalır? 36 qarşı 180 olsun da. Bu 4 bucaqlı olduğu üçün 90, 90, 180, 36, 144, 180. Yəni 360 olmalı deyil, 4'ü bir yerdə. Ona görə bura 144 qalır. AKS-ni tapın deyir. Burada da K. Orada 144 ise burada 144'dür. Problem olmadı. Bunlar eyni sualdır. Bu hündürlüklərin kəsmə söhbəti. 25'e baxaram. ABC uzağının A və B təpələrindən çəkilmiş tən bölənlər D nöqtəsində kəsişirlər. Tən bölənlər. ABC uzağının A və B təpələrindən çəkilmiş tən bölənlər. Tən bölənlər. Bu da beta beta yazıram. İndi bizə nə deyir orada? D nöqtəsində kəsişirlər. DAC ilə ABD 70'dir. DAC ilə burayla ABD bura. Cəm nədir? 70. Alfa plus beta nədir? 70. Onda 2 alfa plus 2 beta nə olur? 140. Onlar 140 ise bura nə qalır? 40. ASB'ni soruşur da elə. Aydın oldu? Belə. 27. Burada nə edəcəm? Baxın. Deyir ki, ABC 68'dir. Bura. BAC 82'dir. Bu tən bölən olduğu üçün 41, 41 qalır. 68 ilə 41 edir 109. Onda 109 ise bura nə qalır? 71 olur ki 180 olsun. 90 da bura. 90, 71, 161. 161'in ise 19 gəlsən, YDS-ni taparsın. Oldu. AB ilə BD bərabərdir. DAC ilə ABC bərabərdir. DAC ilə ABC bərabərdir. Yəni bura alfadırsa, burada alfadır. C 21'dir. BAD-ni tapın deyir.
Bir dənə suala bir də baxaq. BAD haradır? BAD bu yan. BAD bizə soruşulan istədi. Ora beta yazıram BAD-yə. Ora beta-dırsa, burada avtomatik beta düşmür. Uşaqlar. İndi bir dənə baxın. Deməli, bu ABD uzağında alfa üstə gəlir 2 beta nəyi verir? 180. Bəs bunlar nə qədər olur? Bu da 180 orada. Elə bil 2 dənə alfa üstə gəlir beta üstə gəlir 21. Bu da 180 vermir. Düzdürmü? Bizə nəyi soruşur? Betanı soruşur. Onda nələr getməlidir? Alfalar. 2-yə vursam mənfi 2-yə. Yuxarı olur mənfi 2 alfa, çıx 4 beta, mənfi 360. Aşağı olur 2 alfa plus beta. 21'i 180'den çıxsam 9. Alt-alta topladım bunlar getdi. Qaldı mənfi 3 betamız. Mənfi neçə? Mənfi 201. Böləndə nə qədər qalır o da? 67 qalır. Oldu? Belə. Əslində ağlıma bir dənə də yol gəldi. Bircə dəqiqə üzr istəyirəm, baxın. Çox da asan bir yol ağlıma gəldi. Bilirsiniz necə? Bax, belə deyim də sənə. Bax, sənə nə verir burada? Deyir ki, DAC, ABC ilə bura alfadsa, bir də DAC də burada alfada. Bir də burada 21 buranı verməyib. Məntiqlə onsuz da 3 buzağın bir xarici buzağı, özü ilə qonşu olmayan 2 daxili buzağın cəmidir. Yəni, bura nə olur? Alfa plus 21 olur. Düzü? Bir də bunlar bərabər yanlı verilmiş də, AB ilə B-dir. Burada alfa plus 21 qalırmı? Deməli, bunlar bir yerdə nə qədər olur hamısı? 180. Elə bil 5 alfa plus 3 alfa, özür istəyirəm. 3 alfa plus 42 180. 3'ə böləndə alfa plus 14 60. Alfa nə oldu? 46. İnsan 46'ın üstə 21 gələndə 67 alırsın. Aydında, yəni belə də yazmaq olar. Onlara baxaq. ABC üst bucağının C təpəsindən çəkilmiş daxili və xarici buzağın tənbölənləri var. Daxili buzağın tənböləni AB tərəfi ilə 40 əmələ gətirir. Bəs xarici buzağın tənböləni uzantısı ilə əmələ gətirdiyi buzağı tapın. Ümumiyyətlə bir dənə şey deyimsə, yəni heç bunu yazmağa belə ehtiyac da yoxdur. Necə mən sizə deyim? Daxili buzaqla xarici buzaq nədirlər? Qonşu bucaqdır. Düzü? Yəni, misal üçün, bax, bu ikisi. Qonşudular. Bunların tənbölənləri arasında qalan bucaq nə qədər olur? 90. Çünki daxili bucaqla xarici bucağın cəmi 180-dir. Tənbölənlər arasında qalan 90 olur. Əgər bir tərəflə 40 əmələ gətirirsə, digər tərəflə 50 əmələ gətirir. Aydın da qutardı get. 32. Burada baxaq. Burada 8K'dır. Burada 9K'dır. Burada 13K'dır. İndi bir şey də bilək ki, biz bilirik ki, X nəyə bərabərdir? Alfa, beta və qammanın cəmi. Yəni, bu da 150 verir, Düzümü? Bumerang tipli fiqurlarda belə olur. İndi yazaq. X çıx alfa. X'in yerinə 150 yaza bilərəm. 150 ya da yazmıram. Başımız qarşılayacaq. X çıx alfa 8K. X çıx beta 9K. X çıx gamma
13K. Toplamda nə qədər olur? 3x çıxaq. Mənfini çölə çıxarsam alfa, beta, gamma qalmır. Olur 30K. İndi mən x-i bilirəm 150 axı. 3'ü 150'ye vuranda 450. 450'den de 150 çıxanda 300. 330 K-dsa K nədir? K 10'sa 80, 90, 130 olur bu. Belə. Bizdən nəyi soruşur? Hələ qutarmayıb, misal, indi görürəm. X 150 olduğu üçün, babura, 150'den nə çıxsan 80 qalar? 70. 150'den nə çıxsan 90 qalar? 60. Bir də 150'den nə çıxsan 130 qalar? 20. Aydın da. Bütün qara quru elədim, amma belə. Aydın oldu. Ha, 2 dənə sualımız qaldı. A40'tır. Bayaq sizə dedik, bura 90, bura 90'dır. Oldu nə qədər? 180. Bura 40'sa, burada 140 olmalıdır ki, hamısı bir yerdə 360'ı versin. 140'ın qonşusu nədir? 40. Bildiniz? Belə. Və son. Burada A-nı 40 verib. B-ni 30 verib. İndi məntiqlə bura 30, bura 90. Onda bura nə qalır? 60. Düzdürmü? İndi bura 40, yenə bura 90, bura nə qalır? 50. 50, 60 oldu 110. 110 ise 90, 200. Onda bura nə qalır? Qalır ki, 360'ı versin. Aydın oldu. Bu qədər.